Ağ Partiyanın logosu, Türk kimliyinin dərin qatlarını və milli şuurun mənəvi mahiyyətini özündə birləşdirən simvolik bir bütövdür. Bu logo, Türk dünyasının ortaq yaddaşını, zəngin tarixini və gələcəyə yönəlmiş sarsılmaz iradəsini xatırladır. Milli kimliyimizin dünəndən bu gündən isə sabaha uzanan davamlılığını ifadə edir. Logoda yer alan tamğalar qədim Türk boylarının izlərini daşıyır və xüsusilə Afşar boyunun dövlətçilik ənənəsini, Nadir Şah Əfşarın qurduğu Əfşarlar dövlətinin gücünü və ehtişamını əks etdirir. Bu tamğalar milli kimliyimizin yaddaşı, kökümüzə bağlılığımızın və tarixi davamlılığımızın canlı nişanəsidir. Hər bir tamğa Türkün keçmişindən gələn səsini bu günə daşıyaraq bizə kim olduğumuzu, hansı irsdən gəldiyimizi və hansı dəyərləri yaşatdığımızı xatırladır. Logo mərkəzindəki lalə, Türk İslam dünyasının cahanşumul ifadəsi olan Osmanlı dövlətini ifadə edir. Lalə, Türk İslam sivilizasiyasının zirvəsini ifadə edən bir simvol kimi burada xüsusi məna daşıyır. Logodakı tamğalar arasındakı nöqtələr isə birləşdirici amil kimi çıxış edir. Bu nöqtələr fərqli fərdlərin, toplumların və düşüncələrin vahid məqsəd ətrafında birləşməsini, birlik və həmrəyliyin gücünü simvolizə edir. Logo, bütövlükdə milli kimliyimizi qoruyan bir qalxanın simvoludur. Bu qalxan Türk kimliyini, milli mənəvi dəyərlərimizi və tarixi irsimizi qoruyan bir sipərdir. Keçmişdən gələn gücümüzü bu günə daşıyan və gələcəyə yönəldən möhkəm bir iradənin təcəssümüdür.